İndi sual-cavab hissəsini keçirik də, amma sual-cavab keçməmişdən qabaq bu da maraqlı 8 dənə hədiyyəmiz var. Yəni təxminən 16 dənə sual almalıyıq ki, biz ədalətli olaraq yaxşıları seçək. Yəni bu statistik göstərici 50-yə 2-yə 1 olması lazım. Əks halda 8 nəfər olsa 8 də qalib olacaq. Amma qalibləri də ədalətli olması üçün burada şirkət profilləri var. Ona uyğun seçəcəm. Ona görə xahişim sual verən şəxslər işlədikləri şirkətin adını desinlər ki, onlara hədiyyələri o sistemdə seçəcəm. Məsələn, biri burada xarici bazara çıxmaq üçün konsultasiya hədiyyəsi. Yəni, daha faydalı ola biləcək. Kiməsə dəyərlidirsə, o şirkətə bu hədiyyəni eləsək daha yaxşı ola bilər. Suallara başlaya bilərik. Suallar necə olur? Yox, yəni mikrofon var. Hə, mikrofon var auditoriyalarda. Birinci sualı kim vermək istəyir? Əlini qaldırsın. Sual alaq yoldaşlar. Maraqlı suallar gözləyirik sizdən. Yaxşı, birinci sualı o zaman mən verim. Orada bir nəfər var. Tərəfdə var. Ha, eşitmirəm. Əlinizi qaldırmadacaq, görmürəm mən. Hə, biri oradadır. Başqa kim var? 2 dənəsi oradadır. Görmürəm mən. Mikrofon kiməsə veribsiz? Mikrofon Qapıya kimdədir? yaxın bir xanım. Hə, burada xanımda da. Hə, buyurun. Sonra bir də bura yaxınlaşarsınız bəyə. Ödəyə, əlin qaldırdı. Səsim gəlir. Yes. Salam, hər vaxtınız xeyir olsun. Çox təşəkkür edirəm maraqlı çıxışlarınız üçün. İlk sualım bu olardı ki... Kimə verəcək sualı? Aha, əslində Saday bəyə vermək Saday bəyə. istəyərdim. Deməli, marketinq sahəsinə yeni başlayan gənclərə tam olaraq nə tövsiyə edərsiniz? Sizcə bu istiqamətdə necə irəliləmək olar hazırda? Buyurun Saday bəy. Qəşəng, geniş cavablı bir sualdır. Danış bitməz. Uzun cavab vermək istəyərəm. Şəmsi mənim icazə verir. Deməli, ümumiyyətlə bu çox məfhumdur. Ümumiyyətlə marketinqə daxil olan hər kəs birinci başa düşməlidir ki, mən karyeram burada davam etmək istəyirəm ya yox. Bu sevgi işidir. Marketinq mühasibatlıq deyil. Öyrəndiniz, getdiniz, tətbiq elədiniz. Bu belə bir şey deyil. Daimi öyrənmək prosesi var. Bioqrafik sənədli filmlərdir, çoxlu kitablardır, bizneslərin tarixçələridir. Yəni gənckən daha birinci, ikinci kursdasınızsa bunları öyrənmək mütləq yolu var. Maddi durum əl verirsə kurslar. Resurslarımız həddən artıq çoxdur. Bu niyə sizə bir vizyon yaradacaq? Marketinq belə bir şey deyil. Kursa getdiniz, 5 dənə şey öyrəndiniz, getdiniz oldunuz marketinq. Elə bir şey deyil bu. Bu ancaq sosial media və rəqəmsal marketinqdə keçərli ola bilər sizin üçün. Çünki marketinq icradan ziyadə düşünmə tərzidir. Siz bir marketoloq kimi, bir biznesmen kimi vizyonunuz olmalıdır ki, siz əslində marketinqoloq ola biləsiniz. Burada formalaşdıran şeylər tamamilə mütaliədir. Real кейslər üzərindən təcrübələr toplamaqdır və bizim kimi insanların tapdığınız yerdə suallarınızı verin. Yəni ən bəsiti budur. Amma oxumaq və yenə oxumaq. Çünki vizyon yaradacaqsınız. Təşəkkürlər. Əlavə eləmək istədiniz var? Özəl xanım siz Əslində qalsa burada market... Nəsə kommentiniz olduğunu hiss edirəm mən. Düzdür. Məsələ burasındadır ki, normalda bəzən görürük ki, deyirlər ki, gəlin marketinq kurslarına falan. Yəni burada insan hər zaman mən deyirəm ki, marketinq elə bir şeydir ki, insanın içərisində o hisslə doğulmaz. Sən əgər kommunikativ, yəni çox danışan və yaxud da ki, ortamı ələ alan bir insan deyilsənsə, marketinq olaraq əgər bu danışma utanğac olduğunsa itirmiş kimi bir hiss ola bilər. Çünki nəyə görə bu qədər səhnənin qarşısına çıxırsınızsa siz, İnanın mənə, bəzən ilk dəfə çıxdığın zaman adam ürəyi burada döyünür. Amma sən artıq o cür hissləri, bu cür auditoriyanı ələ ala bilməsən, sən artıq bir yerdə itirmiş kimi olursan. Ona görə bu xasiyyətlə marketinq elə bir şeydir ki, sənin xasiyyətindən də sənin işin üst-üstə düşməlidir. İlk iş mənə görə budur. Ondan sonra oxuyaraq siz düzəldirsiniz. Xanıma o sualı verək ki, siz necə özünüzü məsələn auditoriyada çıxış edib, rahat çıxış edə biləcək hiss edirsiniz, yoxsa yox? Ümumiyyətlə. Bəli. Deməli sizdə var da, siz İşin 50%-ini gəlibsiniz, qalıb biraz 50%-i. Uğurlar arzulayırıq sizə. Çox sağ olun. Təşəkkür edirik. Növbəti sual oradaydı. Buyurun. Mən də hər kəs salamlayıram. Mənim istiqamətim IT layihələridir və sualım da bu yöndə olacaq. Kimə? Saday bəy startaplarla bağlı məlumat verdi. Mən bilmək istəyirəm, startaplar mavi okeana çıxır əsasən ki, yenilik, innovativ həll gətirdiyi üçün. Orada bizim target audience, yəni hədəf kütləmiz ki var, biz onlara hansı üsullarla çata bilərik? Məsələn, bunu nəzərə alanda mobil tətbiq yönündən baxsaq və s. IT solutions kimi. Orada bizim hədəf kütləyə çatmaq, digital marketing, adi sizin strateji marketing istiqaməti və s. Bunlardan hansı effektiv yoldur sizə görə?
Oradan bura bilirsiz nə havası gəlir. Sizin bir biznesiniz var, qəşəng. Onun üstündəsiz. Elə deyilsə də inşallah yaradın. Çünki Prosesdədir bəli. sual birbaşa prosesin içindən gələn sualdır. Ümumiyyətlə heç bir startap fəaliyyətə başlayandan sonra müştərisini axtarmır. Müştərisini tapır, sonra ona həll təqdim edir. Əgər söhbətə soldan sağdan başlamışıqsa, soldan belə deyək, yəni ortadan gəlmişiksə, problem var. Çünki mavi okean məntiqi və ümumiyyətlə startap məntiqi nədir? Yeni bir bazar yaratmaq. Yeni bazar nəyin üstündə qurulur? Müştərinin ehtiyacı. Siz o ehtiyacı görürsüz və görürsüz ki, bu ehtiyac ödənmir. Yəni ehtiyac yaratmaq bir, ehtiyacın mövcudluğunu görüb buna həll təklif etmək iki. Siz başa düşməlisiniz. A-dır, B-dir. A-dan B-dən sonra görürsüz hər iki məfhumda müştəri prioritetdir. Siz həlli ona verirsiniz. Ona görə də müştəriyə necə çatım sonra gəlir o mərhələ. Yəni startapı qurdunuz, inanın ki, bu problem solving bir məsələdirsə, hansısa problemin həllidirsə, orqanik gedəcək. Sizə düşən sadəcə onu tanıtmaqdır. Biraz rəqəmsal marketinqdə, biraz belə deyək, 90% rəqəmsal marketinq bu gün üçün startaplara yetərlidir. Baxır ki, günlük məişət həyatımızda ictimai yaşayışla əlaqəli bir proses də varsa, okey, outdoora da girə bilərik. Amma kommunikasiya kanallarının 90% rəqəmsal üzərindən gedəcək. Və hansı yaş kriteriyası, hansı maraqlar üzərindən fokuslanır, onlar hamısı uzun bir məsələdir. Məncə onu bir dənə danışaq, konsultasiya pulu şey eləyək. Çox sağ olun. Çox sağ olun da deyirsiniz. Təşəkkürlər. Əla. Təşəkkürlər. Bir kiçik bir əlavə də eləyim. Bu startap dünyası maraqlı bir tarixçəsi var ki, oradan əl qaldırdılar. Ona yaxınlaşın zəhmət olmasa. Siz yaxınlaşan kimi mən bir fakt paylaşım. Deməli, startap dünyasında maraqlı bir кейslərdən biri, məsələn, YouTube-un ilk yaradılış formatı bilirsiniz nə olub? Eşidibsiz yəqin ki, dating şirkəti olub, sayt olub əslində YouTube. Sonradan isə zamanla onun ilk hədəf kütləsi tamamilə başqa adamlar olub. Sonradan isə görüblər ki, çörək orada yoxdur, videoda var və dəyişiblər. Yəni startap dünyasının belə maraqlı keysləri var ki, davamlılıq çox önəmlidir. Nəinki hədəf kütlə, satmaq, çıxmaq, göstərmək, insanlara çatmaq, davamlılıq o hissədə daha çox önəmlidir. Yəni ən azından mənim təcrübəmdə olub. Bu saat hal-hazırda IT dünyasında olduğuma görə bunu paylaşdım sizlə. Buyurun. Salamlar hər kəsə. Sualım Ozalə xanıma idi. Təqdimatda çıxışlar mesajı auditoriyaya həmişə daha aydın verir. Siz fərqli görünmək üçün təqdimatçı çıxış etdiniz. Bilmək istəyərdim bu bənövşəyi bazara daxil olurmu? Və sizə görə təqdimatlı çıxış, yəni mesajı auditoriyaya daha aydın ötürməkmi uğurludur, yoxsa fərqli görünməkmi? Yəni bu balansı necə qurursunuz? Açığı qəribə bir sualdır, amma tamam. Məsələ burasındadır ki, son zamanlarda podkastlara qulaq asırsınızmı? Podkastlarda hansısa bir görüntü görmədən sadəcə insanlara danışıqlarını dinləyirsiniz də və bu axıcı gəlir insana. Bəzən insanın öz təcrübəmdən irəli gələrək deyə bilərəm ki, bəzən insanların gözü ilişir oradakı yazıya və sənin arxada danışanın nə danışdığı gedir. Məsəl üçün elə kino mərkəzində kinoya alt yazı ilə baxdığınız zaman bir də görürsən ki, alt yazını oxumusan, amma kinoda keçən keçibdir də. Və mən ona görə belə bir fərqli yanaşma ilə etmək istədim ki, təbii ki, təqdimat da çox önəmlidir. Görsəl insan yadında çox qalır. Amma mən fərqli etmək istədim ki, görsəl olmadan da danışmaq mümkündür. Görsəl olmadan da axıcı danışıqlar, söhbətlər ola bilər və müəyyən qədər yadda da qalmaq olur. Yəni bunun hər biri düşünürəm ki, sadəcə mənim yanaşmamdır və bənövşəyi bazara bəlkə də girə bilər. Və sizcə Saday bəy, bəlkə siz də bənövşəyi bazara girmək. Zalə xanım eləyirsə girir. Mən sizə istədim sual verəm. Siz məsələn çıxış eləsəydiniz, siz hansı formatı seçərdiniz? Yəni mən təqdimatda çıxış eləyərdim, çünki qulaq asmaqdan əlavə insanlarda, auditoriyada göz yaddaşı deyilən bir şey də var. Yəni ən azından videoları reklama qoyarkən daha aydın mesaj ötürmək, danışıqdan əlavə insanların gözünün qarşısında olması daha məqsəduyğun hesab edirəm. Təşəkkür edirik. Çox sağ olun. Növbəti sual alaq. Davam edirik. Sizin yanınızda oradakı xanım əlini qaldırmışdı. Siz, sonra oradakı bəy, sonra oradakı xanım, sonra oradakı xanım. Ay maşallah. Bir nəfər də mikrofon. Siz yadımdan çıxarsınız, gözünüz gələrsə. Orada bəy var bir dənə. Buyurun. Kim götürdü mikrofonu? Salam, mən Azərtürk Bankda ənənəvi marketinqdə çalışırdım. Hal-hazırda Kado Akademiyada digital üzrə çalışıram. Sualım hər birinə də əslində kim cavab verə bilərsə,
Düşünürəm ki, mən ənənəvidə işlədiyim zaman artıq ənənəvi biraz formatını daha çox digital ötürürdü və bank sferası üzrə soruşmaq istəyirdim ki, sizcə bank sferasının ənənəvi olması, ənənəvi marketinq yürütməsi daha məqsədə uyğun deyilmi? Çünki müştərilər daha çox birəbir kontaktda olmağı, yəni vizual şəkildə bank əməkdaşlarını görməyi daha çox üstün tutur məncə. Nəinki indi hal-hazırda gündəmdə olan onlayn digital şəkildə kredit əldə etmək və yaxud depozit qoymaq. Yəni sizcə ənənəvi daha çox müştərilərə xitab edir, yoxsa digital bank? Əgər etiraz edirəmsə, bu sualı mən istərdim ki, Ağa Rəhim müəllim cavab versin. Çünki Customer Experience tərəfində onun təcrübəsi var. Təşəkkürlər. Yəni özünün iş sahəsini nifraq çıxarsın görək necə eləyəcək ki. Buyurun. Ağa Rəhim. Müştəri hardadırsa, marketinqi orada eləmək lazımdır. Əgər biznesiniz daha çox digital banking üstünlüyüdürsə, digitalda mütləq olmalısınız. Əgər yəni klassik banking demək olar ki, Azərbaycanda qalmayıb. Yəni hamısının bir application var. Application varsa mütləq ki, digitala çıxmağımız önəmlidir. Məncə banking bizim fikrimizdə ənənəvi bir biznes kimi qalıb. Əslində, məsəl üçün, Leo bu məntiqi tamamilə sındırıb. Rusiya bazarında Tinkoff Bank var ki, indi dünyanın bütün Meksikada möhtəşəm bir layihə eləyiblər. Yəni, məncə, biz müştəri hardadırsa, orada marketinq eləməliyik, məntiqi ilə işləməliyik. Vəssalam. Əla, çox qısa və net cavab. Buyurun, sonra davam eləyək. Balacan şey əlavə edirəm. Tədbirlərdən ən çətin ilk 2 sualdır. Ondan sonra əlavə eləmirəm, bir dənə şey deyim. Ənənəvi marketinq rəqəmsal həmişə döyər. Davam edək. Mənim intriqaya. Hər müstəvidə döyərik. Mən sizə deyim, auditoriyanın yarısından çoxu digitalçıdır. Bilirəm, qorxaraq deyirəm mən. Sonra səni döysələr mənlik deyil. Qabaq sırada dostlar var, deyəcəm ki, mən həmişə deyirəm ki, işıqlar sönsə nə olacaq? Bu yaxınlarda, ümumiyyətlə, son 3 ildə marketinq vakansiyasına verdiyim elanların, özümün şirkət və konsultasiya verdiyim şirkətlərdə müraciət edən marketoloq, marketing meneceri vakansiyasına müraciət edənlərin 90%-i digitalçıdırlar. Doğrudur. Yəni digital kursuna gedib, hər hansı bir proqramda iştirak edib gələnlərdir. Yəni marketinqin ana dəyərlərindən çox uzaq təcrübəyə malik olan insanlardır və onlarla bir şirkətin marketinq qurmaq bəzən çox çətin olur. Buyurun, davam eləyək. Hər kəsə salam. Sualımın cavabı əslində olduqca mənim üçün çox maraqlıdır. Və istərdim ki, hər üç spikerdə bunu öz şəxsi təcrübələri və fikirlərini bölüşsün. Tamam. Marketinq mütəxəssisi, rəhbəri və ya mentor əgər yaxşıdırsa öz sahəsində onun biznesi olmalıdır və yaxud da sosial mediada mütləq ki tanınmalıdır. Bu fikir nə dərəcə doğrudur? Çox qısa, hə, yox, bir cümlənin izahını başlayaq. Özəl xanım sizdən başlayaq. Xanımlar, ladies first, xahiş edirəm, Sadar müəllim. Qısa bir şəkildə belə deyim, 11 ildir çalışıram. Bir ay qabaq işdən çıxıb öz biznesimi qurmaq üçün işdən ayrılmışam. Yəni bu sizə məncə cavabdır və müəyyən bir müddətdən sonra sahibkarla uzlaşmaqdan yorulandan sonra öz şirkətini qurursan və ikinci sualınız isə tanınmaq, bilinirlik məsələsi isə düşünürəm ki, nə qədər çox tanınsanız, biliyiniz qədər tanınsanız o qədər yetərlidir. Çox sağ olun. Buyurun. Biznes barəsində məncə olmalıdır deyilən bir şey yoxdur. Yox, biznesi olmalıdır kimi bir şey yoxdur. Ola da bilər, olmaya da bilər. Hamı biznesmen olmaq üçün, yəni bir şirkətə yaxşı xidmət etmək də məncə kifayət qədər dəyərli bir fəaliyyət ola bilər. Tanınmaq barəsində məncə şəxsi məsələdir. Yəni öz sahəndə, öz həmkarların arasında tanınıb, yaxşı mütəxəssis kimi tanınmaq kifayətdən də üstündür məncə. Buyurun, Sadar müəllim. Buradadır. Deməli, tanınmanı boş verin, ehtiyac yoxdur. Yəni marketinq şou sevir, amma boş şounu sevmir. Mən 33 yaşıma qədər ölkənin bir xeyli holdingində çalışmışam. Belə deyim də, sosial mediada məni sadəcə uzaqdan tanıyıblar. 2023-ə qədər heç bir formada getməmişəm, heç bir yerdə moderator da olmamışam, spiker də olmamışam. Amma karyerim yetərincə yaxşıdır. Son 2 ildə isə 33 ilin hamısını keçmişəm. Amma necə olub? Sarvan bəyin sayəsində bir dənə forma çıxdıq, yaxşı oldu, arxasında dəvətlər gəldi.
Yəni mən o olmasa belə mənim karyerimə heç bir təsiri yoxdur. Yəni bu gün mənim məşhur olmağımın, burada spiker olmağımın karyerimə təsiri varmı? Yoxdur. Maksimum tanıyan çoxdur. Like eləyənlərin sayı artır. Ona görə də marketoloqun öhdəliyi bir fikir də bu yaxınlarda bir dostumuz deyirdi ki, özünü reklam edə bilməyən, tanıda bilməyən marketoloq yaxşı marketoloq deyil. Məncə bu mifdir. Çünki yaxşı marketoloq işini yaxşı görən adamdır. Yaxşı status yazan deyil. Təşəkkür edirəm. Yox, sağ olun. O yaxınlarda Apple-ın CEO-su təyin olundu. Adam ömür boyu LinkedIn-də post paylaşmamışdı. Yəni. Ay sağ olun. Any case. Heç vaxt belə mən bu tədbirdə iştirak elədim və həyəcanla öz fikirlərimi paylaşıram deyə bir post olmamışdı. Məsələn bizi uzaqda onları boş verin. Çox da şey eləməyin onlar. Buyurun davam eləyək. Yoldaşlarım bütün xəyallarını puç eləyirsiniz. Kimdədir mikrofon? Mikrofon kimdədir? Verin də xanıma verin. Amma o tərəfdə demişdim. Siz verin ora. Sonra oradakı xanıma get demişdim. Üzr qəbul edin, növbəzi gedilər. Əvvəlcə bütün spikerlərimizə özlərinin təşəkkürlüyümü bildirirəm. Öz təcrübələrinizi bizimlə bölüşürlər. Mənim sualım əslində bir neçə şaxədən ibarət olacaq. Bu AI-ın hansı ki artıq gündəmə aldığı dövrdə LinkedIn-dəki paylaşımlarla ondan sualı verən ayağa qalxa bilər, bayaqdan onu axtarırıq. Ha, burada. Mən də axtarırım. Amma o siz axtar bayaqdan. Buyurun. Demək istəyirdim ki, hal-hazırda AI-ın gündəm olduğu bir dövrdə LinkedIn-dəki paylaşımın 10-dan 8-i bu haqqdadır ki, artıq AI var və şirkətlərin ilk ixtisar etdiyi şöbə marketinq olacaq. Bilmək istəyirdim spikerlərin mifə yanaşması, mif deyirəm mən, yəni mən belə düşünürəm. Sizin yanaşmanızı bilmək istəyirdim. Allah, çox gözəl və sual. ikinci sualım ondan ibarətdir ki, hal-hazırda şirkətlərin marketinq şöbəsində etməli olduqları şeylər, hansı ki etmirlər və etdikləri səhvlər nələrdən ibarətdir ki, bu bir növ inkişafın qarşısını alır. Yəni bir gedə sualları, çünki birinci sual, ikinci sual biraz çox uc suallardır. Birinci sualı başlayaq. Onlar mən başlayım birinci. AI marketoloqlar işdən çıxaracaqmı? Yox. Sual budur. Çıxartmayacaq. Öz mövzuma da qayıdaraq insanla rəftar bir nömrəli dəyərə çevriləcək və hal-hazırda bir nömrəli dəyərdir. AI da əslində Şəms bəy deyəsən siz belə başlayanda onu demişdiniz ki, insanla münasibət qurmaq, biznesin dəyər yaratmaq, onu AI heç vaxt bacarmayacaq və əslində gözəl bir sual da vermişdi ki, kim AI vasitəsilə dəyər yarada bilib şirkət üçün? Məncə heç vaxt AI marketoloq əvəz eləməyəcək. Amma Özal xanım əlini qaldırmış ki, mən yaratmışam. Amma məsələ dəyər yaratmaq dediyi zaman mən belə bir şey etmişdim. Şirkətə müəyyən qədər dəyər qatmaq. Yox, biz customer-a. Hə, mən customer tərəfdən. Customer tərəfdən əslində qası iki tərəflidir. Müəyyən qədər xərc tərəfdən dəyər yaratmışdım şirkətə ki, müəyyən toolsları AI ilə. Deməli kimsə işdən çıxartdırmışdınız. Necə? Kimsə işdən çıxarıbsınız. Kimsə işsiz qalıb. Yox, elə öz işçilərim idi də. Onda xərcinizi azaldıbsınız. Xərci outsource edirdim çünki. Onları onları deməli işsiz qalma ehtimalı var yoldaşlar. Yəni ya elə ya belə işsiz qalacaqsınız. Var. Yəni bir qorxu deyil əslində qalsa. Sizdə no, 2 bir yes, bir no. No. No sizə o şeydir yəni. O bir tura keçə bilmədiniz. Yəni knopkaya basan yenə də axırda insandır da. Ona görə çox da şey. Başınız yox. Söz üstə mən də şəxsi fikrimi paylaşacağam. Mən bəzən moderatorluqdan çıxıb, bəzən özümü spiker kimi istəyirəm. Təcrübə və müşahidələr ümumiyyətlə texnologiyanın gedişatı göstərir ki, məsələ kimisə əvəz eləməsi deyil, məsələ onu nə qədər iş prosesini istifadə eləməmizdir. Yəni siz marketoloqa və yaxud da marketinq komandasına AI alətlərini istifadə elədiyiniz zaman işin tərzi dəyişəcək. İş eyni qalacaq. Yenə də kontent yaradan olacaq, yenə dizayn olacaq, yenə caption yazan olacaq, yenə də targetoloqa ehtiyacınız olacaq və yaxud da nə bilim ənənəvi hamısına ehtiyac olacaq. Amma işin görüş tərzi dəyişəcəyi üçün bəzi kadrlar 1 nəfər, 5 nəfər işini görəcək, 3 nəfər ola bilər ki, 10 nəfərin işini görürsün. Yəni işin forması dəyişəcək. Yəni olacaq artıq daha ixtisaslı, daha peşəkar kadrlar olacaq. Maraqlı bir case deyimsə, bir chatbot deyilən bir anlayış var. Bu Instagramda gələn suallara hazır cavab verilməsinə bağlı. Onunla bağlı bir yaxınlarda bir case rastlaşdıq. Deməli, şirkətlərə onu təklif eləyəndə belə bir şirkət rəhbərləri belə bir şey deyir və yaxud da marketinq rəhbərləri. Bizim komandada SMM vardı, o cavab verir. Niyə mən bir də ona görə əlavə pul verməliyəm ki, orada bir chatbot olsun, kimsə ona cavab versin. Yəni, işin məzği odur ki, SMM və yaxud da o, indi bilməm nə vəzifə ad qoyublarsa, o şəxsin işinin yalnız SMS-də gələn mesajda cavab verəcək bir şəxs olduğunu düşündüyü üçün dünya ondan ibarətdir. O dünya ondan ibarət olduğu müddətcə o heç vaxt texnologiyada inteqrasiya olamayacaq.
həyatına yeni qatar. Amma halbuki onu qoysa, həmin adamdan fərqli şeylər istəyəcək. Fərqli şeylər istədiyinə görə o adam artıq işsiz qala bilər. Niyə? Çünki yeni tələblərə uyğun gəlməyə bilər. Təşəkkür edirəm. Mən də ətraflı cavab ala bildiyi sualı. Bəli. Əslində əlavə bir sualım da imkan görürsə o sualımı da verərdim. Siz bir tur bıraq, sizə gələcək. Olar? Çünki böyle əlin qaldıranlar var. Arxadan mən xanıma söz vermişdim. Xahiş edirəm onu aparın. Siz əlinizdə qalıb mikrofona. Buyurun, üzrlü qəbul edin. Mən sualımı rusca versəm spikerlərə rahat olar. Sonra kimsə tərcümə edə bilər onu. Amma sizə kim tərcümə edəcək bilmirəm. Нет, mən Azərbaycan dilində başa düşürəm, просто çətindir biraz Ay danışmaq. bizim anımızı. Я на данный момент работаю как SMM в Decor Lab. Мы продаем премиальные панели из бамбука и тривертин. Это нишевая аудитория, и как можно на данный момент продвинуться через социальные сети, потому что есть марки, которые оправдали себя, это обои и прочее, то есть панели это что-то новизна. И на данный момент очень сложно выиграть вот как раз-таки лояльность аудитории. Как это можно сделать через социальные сети и AI? Pri этом не terəyə Tərcümə edeyim. Deyir ki, niş marketdəyik. Çox xüsusi bir bazardır. Belə anladığım qədər tikinti tərəfindədir. Hədəf kütləni necə tapaq? İki yanaşma var burada. Düz tərcümə elədim. Да, спасибо. İki yanaşma var burada. Ya qıfın ilk boğazını çox genişdirməlisiniz. Hamıya çatdırmalısınız mesajını və nişdə orada maraqlı olan insanlar özləri sizinlə maraqlanacaq. Təklifiniz həqiqətən də maraqlıdırsa. Ya da ki, hələlik SMM və AI məsələsini qoyursunuz qırağa, real satıcılarla bir-bir sizə lazım olan tikinti şirkətlərinin ofislərinə gedib satış işi ilə məşğul olursunuz. Ondan sonra artıq onlardan formalaşmış auditoriyaya öz SMM postlarınızı, paylaşımlarınızı və s. edirsiniz. Məncə bu ikisindən birinə yol atın. Hətta ikisini də yoxlayın. İkisindən biri işləyib nəticə verməlisiniz. Благодарю. Спасибо. Təşəkkür edirik. Növbəti sual arxaya gedəcək artıq. Bax, xanım bayaqdan əlin qaldı. Durun, xanım, ayağa durun, mikrofonu başqası yolda götürəcək. İlkin sizə gəlir. Sonra sizə demişdim. Sonra da yaxşı siz. Çox sağ olun. Salamlayıram hər birinizi. Mənim sualım Ağa Rəhim bəy olacaq, çünki daha çox müştərilərə yönümlü bir sualdır. Mən özüm marketinq mütəxəssisi olaraq işləyirəm və bizdə sektor xidmət sektorudur. Bu məhsul sektorundan daha fərqlidir də. Çünki bizdə hal-hazırda əlimizdə bir məhsul yoxdur və xidmət təklif edirik müştərilərə. Mənə maraqlıdır ki, biz xidmət sektorunda onlara necə yanaşa bilərik ki, bizim nə istədiyimizi anlasınlar. Yəni müştərilərin nəbzini tutmaq. Çünki məsələn, xidmət sektorunda demək olar ki, hər kəs eyni şeyləri eləyir ki, standart əməkdaşlıqlar eləyirlər, sponsor olaraq gedirlər tədbirlərə. Və təkliflər verəndə də hər kəs bunu, bu da satış eləməyə gəlib deyib göndərirlər. Biz o xidmət sektorunda müştərilərin nəbzini necə tuta bilərik? Bunu bilmək istəyərdim. Qəşəng. Xidmət sektorunda ən yaxşı, ən uğurlu strategiyalardan biri müştəri uğur hekayələrinin danışmasıdır. Özdə müştəri tərəfindən danışılırsa, ümumiyyətlə, yəni buna bir dəyərsiz bir şeydir. Yəni əksinə çox dəyərli bir şeydir. Siz müştəri uğurlarınızı video intervyularla, hər hansısa bir reportaj, xidmət sektoru elədir ki, orada müştəri bir-birinə şeyi ötürərək deyir ki, mən bu xidmət seçmişəm, mən bu şirkəti seçmişəm və s. və l-axır. Əlbəttə ki, sponsorluqlar və s. normaldır, olmalıdır bizim visibility'mizi qorumaq üçün. Amma həqiqətən də müştəri cəlb edib statusunuzu qorumaq istəyirsə, bu referaldır, yəni bir-birinə təklif edən müştərilər, bir də ki, uğur hekayələri mənim fikrimcə ən işlək. Öz təcrübəm, mən də xidmət ağırlıqlı karyeram olub deyə, öz təcrübəmdən deyə bilərəm ki, bu iki ən işlək metodlardır. Təşəkkürlər. Son iki sualı alırıq, çünki üzrlü sayın, mən bu tərəfdən, bu tərəfə baxmırsınız deyə biz bu tərəfdə çox gözləyirik bu tərəfi. Bəli, bayaqdan gözləyirik. Ayıb olsun o tərəfə. Estağfurullah. Yox, mənə yox. Araya girmək istədim. Öncəliklə təşəkkür edirəm hamınıza vaxt ayırdığınız üçün. Və sualım Özələ xanımın söhbətinin əsasında olacaq, amma hər üç spikerimizə də bu sual vermək istəyirəm ki, Azərbaycan reallığı dediyimiz və o innovativliyin qabağını alan market nədir? Biz ona necə girəcəyik? Hər şeyi Azərbaycan reallığı belədir. Ona görə özümüzü belə çərçivəyə salaq, heç bir yenilik eləməyək. Çünki
ayıblayarlar bizi. Biz Evet. bunu necə dəyişdirə biləcəyik? Çox qısa cavab ala xahiş edirəm. Əslində qalsa Azərbaycan reallığında biz deyirik, yeni, yəni nə qədər qısa olsa o qədər çalışacağam danışım. Baxır sizin yeniliyinizə, baxır sizin məhsulunuza, xidmətinizə. Təbii ki, burada dünən də belə bir tədbirlərin birində idim və orada da bir misal çəkdim ki, Azərbaycanda müəyyən segveyi Azərbaycan bazarına oturtdura bilmədilər. Çünki o dəyər innovativ məhsulu idi, çox yaxşı investisiyalar almışdı, çox yaxşı tutarlı bir layihə idi, amma Azərbaycan bazarına otura bilmədi. Nəyə görə? Çünki siz əgər innovativ və yaxud da yenilik eləyəndə bir onun infrastrukturuna baxın ki, görün bu adam həmin o segvey ilə yasamala qalxa biləcəkmi və yaxud da ki, yeni günəşliyə gedə biləcəkmi ki, bu kimi fikirləri düşünün. İkinci isə sizin məhsulunuzu bilin ki, bu Azərbaycandan indi müəyyən bir layihələr olur ki, ilk başlayanda vav kimi səslənir, amma daha sonra isə tez alışan, tez sönər misalında olur. Bu segvey kimi oldu və o heç bir şey eləyə bilməsə də, çox innovativ bir layihə kimi səslənsə də, sonunda o söndü, bazardan çıxdı, onun yerinə isə skuter əldə etdi. Yəni, hansısa bir məhsula Azərbaycan reallığı kimi yanaşdığınız zaman, onu elə bir formada, elə bir məhsul ortaya çıxarmalısınız ki, bu məhsulu mənim alıcılarım istifadə edəcəyimi və yaxud da xidmətdə alacağımı, yəni bu sualların cavabını araşdırın, baxın ondan sonra. Yəni, mən ona görə o sözü dedim ki, Azərbaycan reallığında əsasən iş qurmaq. Yəni, təbii ki, könül istər ki, biz də hansısa bir innovativ startaplar bizdə də çox işləsin. Amma gördüyümüz o 10 ildir mən bunu görəm ki, siz daha çox əxlaqi dəyərləri orada yox, əxlaqi dəyər söhbəti deyil. Xeyr, əxlaqi söhbət. Mən heç o tərəflərə keçmirəm. Ki, ayıb söhbəti falan gəldi. Ona görə mənə maraqlıdır ki, biz onu necə aşa biləcəyik? Yəni, misal üçün, siz düşünün ki, 30-35 yaşında hansısa bir bəyə burada, təbii ki, müəyyən qədər bəyləri orada segveyə gəl, çıx, işə bununla get fikrini aşılamaq və orada xərclədiyim büdcə məsələsi də vardı. Bir də var ki, skuter daha rahat və yaxud da ki, velosiped tərəfi. Siz target audience şey eləyirsiniz. Mən ictimadan tərəfinə sual verdim əsasən, amma çox sağ olun yenə də. Siz target audience deyirsiniz. Mən target audience-i belirləmək söhbətini görmürəm. Mən sizin Azərbaycan ictimasının çərçivələndiyini vurğuladınız və biz burada bu çərçivənin çölünə çıxa bilmirik. Çünki biz Azərbaycan millətiyik. Yəni bunu fikrimizdə elə bil ki, düşünməliyik, amma bu innovativliyin qabağını alır hər bir söhbətdə. Mən kreativ direktoram və mənim də işimdə bu elə bil ki, biz yəni normalda daha çox insanlar biz Azərbaycan xalqı bunu eləməyək, amma hamımızda yenə də o yeniliyi düşünə bilirik. Amma başqalarında bunu görmürük. Mən əsasən o barədə sizə sualımı vermişdim ki, necə bunu aşa bilərik biz? Müzakirənin davamını istəyirsiniz fasilədə birlikdə eləyərik. Mən də sizə qoşulacağam. Üçümüz birlikdə eləyək, etiraz eləmişsinizsə və sonuncu bir sualı ki, çünki bu müzakirə biraz çox çəkə bilər. Sonuncu bir sual, o tərəf üzrlü qəbul edin. Bundan mənə danladılar ki, bizə baxmısınız. Ona görə xahiş edirəm, bəyə verin. O da bir yanındakı xanıma verəcək yəqin ki. Onda bəyə verin. Gördünüz. Qismət. Adım Şamildir, mən freelance marketoloqam və sualım Ağarəhim bəyədir. Sizcə neqativ müştəri təcrübəsini marketinq aləti saymaq olarmı və onunla loyal müştəri qazanmaq olarmı? Ən çox loyal müştərilər məhz problemi olan və sonra şirkət tərəfindən problemi həll olunan müştərilərdir. Çünki onlar həqiqətən də o dəyəri, yəni mənim problemim dinlənilib, mənim problemim həll olunub deyə şirkətindən daha uzun müddətli qalırlar. Bir əsas məsləhətim odur ki, əgər söhbət neqativ müştəri rəyi publika çıxıbsa, hər hansısa bir sosial şəbəkədə neqativ komment yazılıbsa və s. və ilaxır, mütləq şəkildə bunu ignore etməyin, cavab yazın və biganəlik göstərməyin. Bu olsa, siz digərlərinə də nümunə göstərmiş olacaqsınız ki, mən müştərimin probleminə qarşı biganə deyirəm. 2. Müştərinin problemini mütləq həll edib, sonra onu kommunikasiya eləmək ki, razısınızmı, həll olun və s. və ilaxır. İmkan varsa sektordan axıs olaraq problemli müştəriyə, problem yaşamış müştəriyə, sonra kiçik bir hədiyyə, bonus, endirim də verə bilsəz, 90% əminliklə deyə bilərəm ki, o sizin nəinki müştəriniz qalacaq, hətta ən loyal müştərinizə də çevriləcək. Təşəkkürlər və hədiyyələri suallara verənlərə üzr qəbiləsini digərlərə tabi verə Şəmsi bəy, bilmədilər. mən bir dənə xanımın əlavə edə bilərəm, kreativ direktor xanım. Cavab vermək İcazə verirsiniz? Buyurun, Əla. mən speaker nə deyə bilərəm? Eşq olsun.
Buyurun. Ulaşırıq. Deməli, hər bir coğrafiyanın öz adəti var, xüsusiyyəti var. Hər bazarın öz adəti var. Siz əgər innovasiya dediyiniz şey adətləri, belə deyək, onun kənarına çıxmaqdırsa, Azərbaycan biznesində çoxdan kənara çıxılıb bu. Yəni, istənilən marka ilə bağlı mən bu dəqiqə ifadəmə görə üzr istəyirəm. İstəyir Plus 18 olsun, istəyir viral olsun, istər gerilla marketinq konseptləri bu dəqiqə hamısı gözümün qabağındadır. Real olaraq kreativ özümüzün, ölkəmizin kreativ direktorları tərəfindən bilinən biznesmələrdə edilən paylaşımlardır. İstər sosial şəbəkələrdə olsun, istər qeyrisində. Bəziləri anlıqdır, bəziləri uzun müddətlidir. İntriqalar yaradıbmı? Yaradıb. Bu xüsusilə gerilla marketinqin 5 il əvvəl, daha sonra 2020-dən əvvəl aktuallaşdığı bir dönəm var idi, 2019-20-də. Belə şeylər həddən artıq çox idi və heç kim sorğulamırdı ki, ailə, mental dəyərlər, ölkə, Azərbaycan əxlaqı, heç ciddi şeylər yox idi bu dəqiqə, sorğulanmırdı. Siz nələrsə etmək istəyirsinizsə, sizə o mental çərçivələr mane olursa, əslində bu yaxşıdır. Siz əslində bazara uyğunlaşdığınız zaman onu uğur gətirə biləcəksiniz. Yenilik gətirə bilərsiniz o halda ki, qınaqlardan qorunmalısınız. Qınaqda istər Amerika bazarına gedin, Avropa bazarına gedin, hər coğrafiyanın xarakterik xüsusiyyətləri var, qəbul edilməzlikləri var. Məncə bunun içində çərçivədə bir kreativ yaratmaq Coğrafiya qədərdir. Hə? Coğrafiya qədərdir. Mən həmişə onu deyirəm. Yəni də qəbullanmaq lazımdır da. Və hədiyyələri verək. Sizlər xahiş edirəm spikerlər bizə də dəstək olun. Birinci hədiyyəmiz Rosko brendindən bir nəfərə hədiyyə paketidir. Roskodan hədiyyə paketi kimə verək? Hansı sual seçsiniz? Özal xanım, siz seçin birincisini. Həmin kreativ sualı, kreativ direktora veririk. Necə veririk hədiyyələr? Bura dəvət edirik, yoxsa sonradan sizə yaxınlaşacaqlar? Hə, buradadır. Zəhmət olmasa yaxınlaşsın xanım səhnəyə. Siz verirsiniz, yoxsa biz veririk? Siz verirsiniz, əlbəttə ki. Siz hədiyyə qalibi seçənsiniz. Baba da ağırdır. Ehtiyatlı ol. Özü də əvvəl buna rəqib markada çalışmışam. Təbrik edirəm. Buyurun. Siz sağ olun. Uğurlar, xeyirli olsun, nuş olsun. Gördüm, yeməlidir çoxu. Gəlin. Mən gedirəm. Bir yerdə, gəlin. Bu vibe verin. Sonra növbəti hədiyyəmiz. Çox sağ olun. Adını oxumağa çalışıram. Elevative. Düz oxudum. Elevative. Düz oxudum. Bayaqlar Jari xanım deyəndə mən də tutdum o söhbəti və oxumağa çalışdım. Elevative. Düz dedim. Şirkətindən bir şirkətə xarici bazara çıxmaq üçün konsultasiya hədiyyəsi. Bu biraz spesifik hədiyyədir. Bunu Ağarəhim müəllim seçin. Kimə verək? Düşünürəm kimə lazımdır. Əgər ya finans ya da ki bu niş bazara lazım ola bilər. Məncə o startup məsələsi olan. Onda tikinti sektorunda olan. Tikinti yoxsa startup? Düzdür, startup eləyək. Başqa maraqlı bir şey fikirləşəcəyik. Bəy, buyurun. Hədiyyə sizindir. Buyurun, Ağarəhim müəllim. Davam eləyək, siz hədiyyələr verənə kimi mən də növbətisini seçək. Zarif Natural brendindən bir xanıma hədiyyə paketi. Saday müəllim, bunu da sizin ixtiyarınıza buraxırıq. Yaxşı marketoloq məşhur olmalıdırmı? Bir sual var idi. Sual ənənəvidir, amma məncə cavablar qəşəng idi. Ona görə onu dəyərləndirə bilərik xanıma məncə. Yaxşı marketoloq məşhur olmalıdırmı? Sualın cavabı, sualın müəllifi. Buyurun, zəhmət olmasa gəlin. Bu da ağırdır. Olar, baxın. Həmişə arzusunda bizə də hədiyyələr versinlər. Siz moderator hədiyyə vermişsiniz siz? Gəlirik, danışırıq ki, moderat hədiyyə yoxdur. Salam. Və bizim torpaqların gözəl suyundan olan Badamlı brendindən bir nəfərə yəqin ki, su verəsiniz, Fəqan müəllim. Sudur, yoxsa nədir hədiyyə? Fəqan yox, burada yoxdur Fəqan? Kasetdir. Yoxsa rahat danışa bilərik. Bir nəfərə su hədiyyəsi verəcəyik. Sudur. O hədiyyə baxım ona görə də, indi doğru deyil. İçində yeni məhsullar da var.
Buyurun, Ağaracı mənim kimə verək? Mən seçim. Onda zaten demişdik, gəlin xanıma verək. Bəli. Niş məhsul, tikinti məhsul. Bu da niş marketdir. İçində yeni məhsullar da var. Məsələn, əslində bir tərəfdən baxanda burada bu situasiyada fərqlilik eləyə biləcək bir situasiyadır. Yəni siz hədiyyələrlə, kommunikasiya ilə yaradıcılıq yaradıla biləcək bir hissədir. Və Badamlı komandası da yeni qazlı, meyvə aromalı hədiyyələr verirlər. Təbrik edirik. İlk dəfə tərcüməçilik elədim. Xəzəroğlu şirkətindən bir şirkətə 3 aylıq ödənişsiz ERP sistemi. Sonraki ayda necə olacaq? Pulu nə qədər olacaq? Hə? 6 aydır. 1 il. Ödənişsiz ERP sistemi. Bunu özüm seçim, qəşəng hədiyyədir. 1 illik hədiyyədir, baxmayın, zarafat deyil. Buyurun, Sadam mənim, zarafat edirəm, siz qaliblər, siz bilirsiniz. Mən bir dənə bir nəfərə özüm hədiyyəm vermək istəyirəm. Fikirləşirəm, sual verənlər yadımdan çıxmasın. Orada bir turizmlə bağlı bir xanım var idi. Bəlkə onlara faydalı olar, turizm agentliyi. Sizin agentlik turizmdə işləyən kim idi? Turizmlə bağlı sual verdi. Siz o tərəfdəydiniz. Turizm deyildi, Xidmət sektoru, xidmət sektoru. Xidmət sektoru, Bəli, xidmət. bəli. Sizin şirkətə ehtiyac var 1 illik ERP sistemi. Verəsiz dostunuz, eyb yoxdur. Gəlin. Gəlin, sizə qismətdir. 6 ay deyirlər, amma kommunikasiya qursanız məncə 1 ilə bağlayarsınız. Buyur müəllim, bu da sizindir. Yəni sizin deyin, ona verəsiniz. Təşəkkür edirəm. Və son 2 hədiyyə. Mən bu hədiyyəni vermək istəyirəm bayaqki xanıma ki, yaxşı bir sual vermişdi. Mənim də xoşuma gəldi. AI bizi işsiz qoyacaqmı deyən. Gəlsin onun zəhmət olmasa. Pankofedən hədiyyədir. Eğer nə qədər qoysa, pankofenin yerini verəməyəcək. Çünki kofedir, içəcək. Kofe hədiyyəmizi alıb, bir dənə çox istəyirəm. Və sonuncu bir hədiyyəndə, oy maşallah, buna qəşəkdir. Böyükləri özümə saxlamışdım. Bəş tutun. Və son hədiyyə bir sual verildi ki, mən marketoloq olmaq üçün nə etməliyəm? Sada müəllim də deyəsən, dedi ki, çoxlu kitab oxumaq lazımdır. Doğrumu? Və kitab oxumaq üçün 360 marketinq agentliyindən Libraf mağazasından 50 azərli kupon var. Həmin şəxsi dəvət edir ki, ürəyi istəyən marketinq kitablarını götürər və özünün inkişafı üçün istifadə edə bilər. Uğurlar arzulayırıq. Məncə bu hədiyyədə çox yerinə düşmüş olar sizin üçün. Amma marketinq kitabları alın, yaxşı? Sonra gelib dünya ədəbiyyatı da, sonra yenə eyni sual verilir. Buyurun, can bura. Götürün, baxaq. Təşəkkürlər hər kəsə, bütün auditoriyaya, spikerlərimizə, dinlədiyiniz üçün, zaman ayırdığınız üçün inanır ki, faydalı oldu. İndi Jalə xanıma sözü veririk, artıq bizə işimiz bitdi. Uğurlar, çox sağ olun. Həm spikerlərimizə, həm də moderatorumuza çox təşəkkür edirik. Məlum məsələdir ki, suallarımız çoxdur. Əslində bu qədər sualı biz də gözləmirdik deyə bilərik. Və suallarımızı səsləndirmək, eyni zamanda daha səmimi bir mühitdə cavab almaq üçün istəyirik ki, qısa bir fasilə verək. Həm kofe içək, həm də bir qədər networking fasiləsi deyə bilərik buna.